Salam əziz altıncılar. Sizə 8-ci mövzunu izah etməyə çalışacağam. Qabaqcadan deyim ki, bu dərs böyük bir dərsdir. Ona görə 3 hissədən ibarətdir. Birinci hissəni bu videoda sizə izah etməyə çalışacağam. Qabaqcadan açar sözlərə diqqətlə baxaq. Türkistan, kurqanlar, qızıl geyimli adam. Qabaqcadan açar sözlərlə tanış olsaq, dərsin içində də biləcəksiniz ki, demək ki, bu hissələr mühüm hissələrdir. Mən bunları mütləq öyrənməliyəm və summativdə düşmə ehtimalı böyükdür. Keçək mövzunun izahına. Bu hissəni çox vaxtı deyirlər ki, ay çətindir, mən bunu öyrənə bilmirəm. Amma xəritə ilə paralel öyrənsəz, yadınızda qalacaq. Türklər Kadırğan dağlarından, yəni indiki Xınqan dağlarından Ural dağları və Xəzər dənizinə qədər, Sibirdən isə Tibet, Çin, İran yaylasına qədər böyük bir ərazilərdə yaşamışlar. Türklərin yaşadığı, dövlət yaratdığı bu ərazilər Böyük Türkistan adlanır. Böyük Türkistan deyəndə həm də Turan nəzərdə tutulur, yəni Türk eli. Biri var Mərkəzi Asiyada hal-hazırda yerləşən Türkmənistan dövləti, biri də var ümumiyyətlə Türkistan, türklərin yaşayıb yayıldığı ərazi. Bəzən quraqlıq, bəzən qanlı müharibələr səbəbindən türklər ərazilərindən köçməli olmuşlar. Yəni, coğrafiyalarından qərbə doğru hərəkət etmişdilər. Hətta eramızdan əvvəl 1-ci minillikdə Dunay çayına qədər geniş ərazilərdə məskən salmışdılar. Avrasiya materikinin mərkəzi boyunca 2000 ildən çox əldə qılınc at çapan türklər göy üzünü çadır, günəşi bayraq, qurduqları dövlətləri isə göyün kölgəsi hesab edirdilər. Qədim türklərin əsas məşğuliyyəti köçəri maldarlıq olmuşdu. Onlar özlərini təbiətin bir parçası sayırdılar. Təbii ki, məşğuliyyəti köçəri maldarlıq olan əhalinin həyat tərzi nə olacaqdı? Köçəri həyat tərzi. Daha çox əkinçiliklə məşğul olan xalqların isə həyat tərzi oturaq həyat tərzi olmuşdu. Bunların isə həyat tərzi köçəri idi. Köçəri olmalarına baxmayaraq, onlar zəngin maddi mədəniyyət nümunələri yaratmışdılar. İnsanlar qədim Türkistanda hələ daş dövründən məskunlaşmağa başlamışdılar. Tarixin sonrakı illərində də insanlar bu ərazilərdə istehsal təsərrüfatı ilə məşğul olurdular. Sibirdən Qara dənizin şimalına dək uzanan ərazilərdə yüzlərlə kurqan tipli tarixi abidələrə indi də rast gəlinir. Arxeoloqlar bu kurqanların bir neçəsində araşdırmalar aparmışdılar və bu kurqanlarda aşkarlanan zəngin mədəniyyət onları heyrətə gətirmişdi. Xatırlayaq, kurqan nə idi? Kurqan, varlıların dəfn olunduğu qəbir abidələri idi. Məsələn, bu kurqanlardan biri Altay dağlarının cənub ətəklərində Pazırıq vadisində tapılan kurqan idi. Bu kurqanın özəlliyi o idi ki, buradan eramızdan əvvəl 5-ci yüzilliyə aid xalça tapılmışdı. Bu xalça hal-hazırda dünyanın ən qədim xalçası hesab olunur. Şəklinə də baxın. Demək, bu xalça eramızdan əvvəl 5-ci əsrə aiddir. Yəni, bu xalçanın təxmini 2500 ildən çox yaşı var. Məsələn, biz nəyi öyrənmiş olduq? Dünya görüşümüz artdı. Dünyanın ən qədim xalçası Pazırıq xalçasıdır. Bu Pazırıq kurqanından eyni zamanda mumyalanmış cəsədlər, axı bu kurqandır, qəbir abidəsidir. Sənətkarlıq məmulatları, ipək və keçə parçalar, ölçülərlə birlikdə dəfn olmuş ondan artıq atın sümüyü. Görürsünüz, bu qəbir abidəsi də göstərir ki, türklər atçılıqla məşğul olub, at belində olublar həmişə, döyüşüblər. Kədər əlaməti olaraq atların quyruqları və yalları kəsilirmiş. Baxın, xalçadan əlavə oradan tapılmış qabların gözəlliyinə. Bu da Pazırıqdan tapılmış sənətkarlıq nümunələridir. Yəni, onlar köçəri olsalar da metal işləməklə məşğul olublar, zəngin mədəniyyət yaradıblar. Hətta onların yaratdığı bu metaldan tapılmış əşyaların çoxsu da zoomorf fiqurludur, yəni heyvan fiqurludur. Demək, sizə bir sual verim. Hal-hazırda Pazırıq xalçası harda saxlanılır, hansı muzeydədir? Mənə elə gəlir ki,
Bu mövzunu siz həm də Azərbaycan dilindən keçmisiniz. Bəs baxaq. Torpağın altında qalan bu xalça görəsən nəyə görə çürüməyib? Axı hər şey torpağa qarışır. İstəyirsiniz bunu ya araşdırma eləyin, niyə çürüdüyünə bağlı, istəyirsiniz mən də deyə bilərəm. Xalçaya baxanda əsasən nə görürük? Bax, burada heyvan təsvirləri görürük. Burada marallar var, naxışlar var. Necə incəsənətlə məşğul olduqlarını göstərir. Xalçanın torpağın altında qalıb çürüməməsinin bir səbəbi onun çox keyfiyyətli toxunmasıdır. Çox sıx toxunmasıdır. Digər səbəbi isə axı kurqanda zəngin əşyalar olurdu və oğrular çox vaxtı belə kurqanları qarət edirdilər. Pazırıq kurqanı da qarət olunanda kurqan belə deyək də üstü açıq qalıb və qar yağıb, buz təbəqəsi olub, həm də orada iqlim çox soyuqdur. Və bu buz təbəqəsi xalçanın üstünü örtdüyü üçün bu xalça xarab olmamışdı. Yenə də pazırıq xalçası haqqında başqa dəyərli məlumatları internetdən axtara bilərsiniz. Başqa bir kurqandan danışaq. Qazaxıstan ərazisində aşkar olunan Esik kurqanı. O da 5-ci əsrə aiddir. Amma bu kurqanda çox maraqlı bir tapıntı var. Bu kurqandakı otaqdan qızıl geyimli adam, yəni şahzadə tapılmışdı. Eyni zamanda bu kurqanda 26 hərfdən ibarət Orxon yazısı olan gümüş qab da alimlərin diqqətini cəlb etmişdi. Yəni Avropalılar çox vaxt türklərə deyirdilər ki, sizin mədəniyyətiniz olmayıb, sizin əlifbanız olmayıb, amma bu kurqandan tapılmış həmin yazı sübut eləyir ki, türklərin də öz əlifbası var. Hətta alimlər uzun müddət araşdırıblar ki, bu gümüş qabın üstündə nə yazılıb. İndi onu da sizə deyəcəm. Bu mədəniyyətləri yaradanlar Əhəməni hökmdarı 1-ci Daranın Bisutin kitabəsində də adları keçən Saka idi. Bu Saka tayfaları isə elə İskitlər sayılır. Azərbaycan tarixindən də bunu keçmişik. İskitlər bəzi mənbələrdə İşqu, Skif, bəzilərdə isə Saka kimi tanınırdılar. Gəlin qızıl geyimli oğlanı araşdıraq. Baxın, başında hündür bir başlıq var və bu qızıl başlıqdır. Bu başlıq göstərir ki, burada dəfn olunan insan mühüm bir şəxsiyyətdir, yəni hakimiyyətdə olan insanların simvoludur. Eyni zamanda bu başlıq müqəddəslik rəmzi sayılırdı. Onun əlində qısa qılınc və xəncər var. Demək ki, o döyüşçü olub. Köçəri Saka tayfaları yalnız döyüşçü deyil, yüksək metallurgiya, sənətkarlıq və estetik düşüncəyə malik idilər. O şahzadə idi. Şahzadələrə də tigin deyirdilər. Altun tiginin geyimi başından corabına qədər, o cümlədən kəməri, qılıncı da saf qızıldan ibarətdir. Burada 4800 parça qızıl var. Bu, dünyada Firon Tutanxamonun qəbrindən tapılan qızılların sayından sonra ikinci yerdədir. Yəni, dünyanın ən zəngin qəbri abidəsi Misirdəki Tutanxamonun sərdabəsidir, hansı ki, oradan İngilis arxeoloqları 1200 kiloqram qızıl tapıblar. Və dünyada ən dəyərli ikinci qəbir abidəsi isə elə qızıl geyimli oğlandır. Köynəyi əsasən qızıl ox uclarından və qızıldan tökülmüş şirbaşından ibarətdir. Barmağında 2 qızıl üzük var. Tiginin başına taxdığı 60 sm hündürlüyündəki bölç onun milli mənsubiyyətinin, yəni türk olduğunu göstərir. Demək, həmən o Orxon əlifbası ilə bağlı nə yazılıb orada alimlərin araşdırmasından sonra? Yazılıb ki, Tigin 23 yaşında öldü, Esik xalqının başı sağ olsun. Yəni, o hökmdarın oğlunun, yəni şahzadənin qəbridir. 23 yaşında ölüb və atası da çox təsirləndiyi üçün onun üçün belə bir kurqan düzəldib. Digər hissəni isə növbəti videoda izah edəcəm. Növbəti dərslərdə görüşərik.